Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Ofeliya Şabanova ilə daha əvvəl qalmaqal yaşadığı model Səmra Hüseynova bu dəfə üz-üzə gəlib. Xəbər verilir ki, görüş zamanı tərəflər arasında yaranan gərginlik diqqətdən qaçmayıb. İddialara görə onların qarşılaşması zamanı səslənən fikirlər bir-birinin boğazından keçməyib və tərəflər arasında açıq-aşkar gərginlik hiss olunub. Emosional anlarla müşahidə olunan bu olay kameraların obyektivinə düşüb. Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb oldu. İzləyicilər rəylərdə tərəflərin davranışını müxtəlif cür dəyərləndirib qalmaqalın yenidən alovlandığını bildiriblər. Qeyd edək ki, Ofeliya Şabanova ilə Səmra Hüseynova arasında yaşanan əvvəlki qalmaqal da bir müddət mediada gündəm olmuşdu. Bu son qarşılaşma isə mübahisənin hələ də bitmədiyini göstərir.